İmam Həsən əleyhissalamdan dəyərli kəlamlar. Ağlı olmayanın ədəbi, iradəsi olmayanın igidliyi, dini olmayanın abır həyası olmaz. Xəsislik əlində olanı özünə şərəf, əlindən çıxanı isə tələf olmuş hesab etməkdir. Ağlın başlıcası xalqla yaxşı rəftar etməkdir. Dünyanı sevən bir kəsin qəlbindən axirət qorxusu gedər. Öz biliyini başqalarına öyrət və başqalarının biliyini də öyrən. Beləliklə, öz elmini möhkəmləndirib bilmədiyini öyrənmiş olarsan. İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrət alın. Yaxşılıq odur ki, əvvəldən hey, bugün sabaha salınmasın və sonradan da minnət qoyulmasın. Hər kim Quran oxuyar, bir duası yerinə yetər. İstər tez olsun, istərsə də gec. Ərşin Rəbbi qarşısında dayanan kəsin rəngi saralsa, əzası titrəsə yaxşıdır. Dünya və axirətin səadəti ağıl və düşüncə ilə əldə edilir. Cahillik və savadsızlıq kimi bir yoxsulluq yoxdur. Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə. Düşüncə sahibi olub olmamaq, qəzəblənən vaxt bilinər. Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir. Təqsirkarı cəzalandırmaqda tələsməyin. Təqsir ilə cəza arasında güzəştədə yol verin. Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir. Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən. Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm. Günahkarlarla yoldaşlıq etmək insana qarşı suizən yaradır. Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar. Fürsət əldən tez çıxar, yenidən ələ düşməsi isə çətindir. Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir. Haqla batilin arası 4 barmaqdır. Gözünlə gördüyün hər şey haqdır. Qulağınla eşitdiklərinin çoxu batildir. Mömin dünyadan axirəti üçün istifadə edər. Kafir isə dünyadan bəhr almaq üçün. Sənə qarşı necə rəftar olunmasını istəyirsənsə, başqaları ilə də o cür rəftar et. Alçaqlıq nemətə şükür etməməkdir. Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur. İnsanların fəlakəti 3 işdədir. Təkəbbürlülük, hərislik və həsəd. Təkəbbür dini məhv edər. Şeytan təkəbbür etdiyinə görə lənətə uğradı. Tamah insanın düşmənidir. Adəm Peyğəmbər də bunun üçün cənnətdən çıxarıldı. Həsəd və paxıllıq pisliyin rəhbəridir. Qabil həsədə qapılaraq qardaşı Habili öldürdü.